Bugün Tərtər zərərçəkmişlər də qoşulacaqlar. Xalq parlamentə, millət vəkili namizədə də qoşulacaqlar. Vali xanım xoş gördük. Ruslan bəy də qoşulub. Mehdi bəy də buradadır. Əli Surət bəy də buradadır. Xoş gördük hamınızı. Buyurun Vali xanım. Salam, axşamınız xeyir Qurban bəy. Hər kəsi namizədlərimizdə salamlayıram. Ruslan balam buradadır, onu da salamlayıram və biz kimliyindən, milliyyətindən, vəzifəsindən asılı olmayaraq haqqın yanında olan hər bir kəsi buradan salamlayıram. Axşamınız xeyir olsun deyirəm. Qurban bəy, əslində mən bu xəbərlə məni bir o qədər kədərləndirmədi, nə sevindirmədi. Sadəcə olaraq bir deyim ki, mən artıq siz görürsünüz də qabaqçı əsəb, belə bunlara qarşı nə bilim aqressiya ilə danışmaq. Deyirlər ki, uman yerdən küsərdilər. Nə qədər desəm də, siz bilirsiniz, artıq mən prezident, cənab falan bəşman demirəm, heç birinə İlham Əliyev deyirəm ki, o cənablığı özü qazanmalıydı, o prezidentliyi özü qazanmalıydı. Mən hiss etməliydim ki, mənim prezidentim var. Ondan sonra mən cənab prezidentimiz İlham Əliyev deyə bilərdim hiss səviyyəsi olsam. Ya hiss eləmirəm ki, o bizim prezident deyil. Belə deyək, qatillərin prezidentidir, terrorçuların mafiya başçısıdır, terrorçuların prezidentidir. Bugün özü onu təsdiqlədi. Siz bilirsiniz, uşaqlar bir ara istədilər ki, aksiya tələb edilər ki, aksiya eləyək. Əvvəlcə bunun hamısını bilirdiniz ki, mən təşkil eləmişəm bu neçə illərdə. Valideynlərlə bir yerdə olanda da, zərərçəkənlə çomalaşanda da. Amma indi 6 ay olar ki, siz görürsünüz ki, mən axırıncı gedən prosesləri gördüm ki, 8-ci polis bölməsinin nə idi oranın adı? Rəisi ki, deyəndə dedim ki, o şərəfsizlər dedi ki, saçın başına ağarmış arvadsan o evin altında. Dedim, tutun o şərəfsizləri, oturum evin altında, dedi, şərəfsiz sənsən. Mən onda bir polis rəisi, qatili tutun deyirəm. Dilimlə deyirəm ki, tutun o qatilləri. Və mənim övladı öldürülmüş vəhşicəsinə bir anıya deyir, şərəfsiz sənsən. Mən artıq o vaxtdan sonra, düzdür, ondan sonra bir dəfə də təşkil edilər, heç imkan vermədilər yenə də ki, biz o yerə gedək. Və orada da o polisin, saat 8-dən sonra gələn polisin o sözü ki, deməyə ki, özün bilirsən niyə buradasan. Özün bilirsən niyə buradasan deməyi, mən artıq nədən xəbər verildiyini bilirdim. Ki, bunlar, mən bilirəm niyə oradayam. Hə, düz deyirsən, qatilləri tutun, mən istəyirəm ki, qatilləri tutasan, bizim qanun yoluna hüquqlarımız bərpa olsun. Yaxşı, bala, mən bunu istəyirəm dedim. İndi sən də görüm, mən niyə buradayım? Aksiyaya gəlmişəm. Niyə gəlmişəm, bala? Səbəb nədir gəlmişəm? İndi, baxın, Qurban bəy, son vaxtlarda istədilər ki, hətta başqa bir kanallarda bu qadın övladının qanını satıb deyildi, aksiyalara çıxmır. Təsəvvür edirsiniz, uşaqlar prokurorluğa gedib, orada indiyə qədər çıxmayan, aksiyalara gəlməyən, mən ad çəkməyəcəm, bizə qoşulmayan, hətta başqalarının sözü ilə bəzi zərər çəkənləri danışmayın deyib saxlayan birisi deyir, gəlin aksiyalara çıxaq, yəni bu aksiyalardan sonra nömrə götürün, qrup təşkil eləyin və axşamı da hansısa kanalda deyilir ki, bir şəhid oğlunun, bu arvad oğlunun qanını satıbdır, aksiyalarda da çıxmır, filankəs qoymur, aksiyalara çıxaq. Mən artıq hiss edeyim, mən gördüm ki, biz kimlərlə qarşı-qarşıyayıq, mən artıq uman yerdən küsələdi, o umacağım yeri də kəsib atmışdım və bugünkü hadisəndə belə deyək, tam olduğu kimi də qarşıladım ki, belə də olmalıdır. Gördüyümüz nədir ki, bir halda ki, mənim oğlumun videosu dəyişdirilir, qatili qorumaq üçün, o əlatsız vəziyyətdə başı belə düşəndə, güya ki, başı düşüb deyir, bir başqasına deyilən sözü gəlib ora qoyur ki, boynunu almışsan, çomağı yerə döyür. Yəni ki, istədilər ki, 50 cür don geyindirsinlər. Yəni, sizlərin sayəsində Qurban bəy, sağ olsun, Rəsul bəy, siz və digər bizə dəstək olan hər bir kəsi, kanal olsa xüsusi vurğulayıram, burada var olsun, Müsalə xanımı, bizdən sonradan incil olmağına baxmayaraq. Qurban bəy, bu efirlər olmasaydı, görəsən nələr olardı? Hələ bu yerə gəlib çıxmağının, bu xalqın nələr baş verdiyini yaxşı ki, hər kəsə aiddir bu. Bugün media aiddir və digərlərinə, haqqın yanında olanlara aiddir, bastıranlara deyil, qatillərlə əlbir olub bizi tutturmağa çalışanlara deyil, Tərtər zərər çəkmişlərin səmimi qətdən yanına olanlara aiddir. Orada mən o zərər çəkənlərə dedim, yaxşı, indi bunun səbəbini izah edə bilərsiniz ki, indiyə qədər bizlə bir yerdə olmayan qəfil araya çıxıb, özdə kimi bizi susturmağa çalışanların yanında olan insanın əli ilə.
Bilirsiniz Qurban bəy, bunlar 9 indi Ruslan danışacaq. 9-ca nəfər baş prokurorluğa getmişsə ki, prokurorla görüşsün. Ora 200-dən artıq polis töymüşdülər. 200-dən artıq polis töymüşdülər və maşınlar gətirmişdilər. Sonra da Ruslan ilə demişdilər ki, siz 40 nəfər gəlmişdiniz bura. Dövlət çevrilişi adı altında 5-3 nəfər sözünü deyən insanlar var. Onları da tutub içəri attırmaq üçün bu iş, bu oyun qurulmuşdur. Görürsünüz ki, Allah buna da izin vermədi. Və hər kəs yadında saxlasın, buradan da İlham Əliyevə deyirəm və xanlar digərlərinə deyirəm. Siz hər nə eləyirsiniz eləyin. Burada Allahın bir rızası var. İndiyənə qədər mən vaxtınızı almaq istəmirəm. Hansı oyunları vurdunuz, hansı tərələri vurdunuz, nələr elədiniz ki, məni də dayandırasınız, şəriət şantaj eləyəsiniz. Hətta belə deyim, axırıca elə bir şantaja el atdınız ki, bütün dünyanı gülüncə salardınız, sizin kim olduğunuz da vardı. Yenə də Allahı tanımadınız siz, Allahı arada görmədiniz siz. Baxın, Allah bizləndir. Biz bugün ölmüş olası olsaq, sözümüzü deyəcək, Ruslan da ölsə, Valda da ölsə və yaxud da tutulası olsa, digər sözünü deyən 5-3 nəfər tutaqçılaq belə deyək. Oğullar ölsə də belə, yenə biz qalibik. Çünki biz bütün dünya çatdırdıq ki, siz kimsiniz? Siz bu xalqa, ancaq sizin siyasətiniz nədir? Bütün xalqa, Qurban bəy, bu həqiqətdir ki, mən onu tam səmimiyyətlə deyirəm ki, var güclərini ortaya qoyurlar. Hər bir Azərbaycan xalqının hər bir nəfərə bir nəzarətçi var. Hər kəsin incə yeri var. Bax, bütün Sovet sədrlərində kimin kim olduğu, oradan hər kəs haqqında bir bekara sözünü deyən, çayxanada desin, kafeyə da sözünü deyən, nəsə bir bunlarla bir söz danışan olsun, tez onun haqqında danın istəyirlər. İşte onun üstündədir. Bu adamın ən nazik incə yeri hardadır? Nə ilə bu adamı sustura bilərik? Nə ilə şərriyə bilərik? Və başlayar 2 ay ondan qabaq onun ətrafında şayələr yaymağa. Mən tanımadığım adamda eşidirəm ki, Qurban bəy və yaxud da deyirlər ki, budur. Boy, hə, görsən tuturam. Düz deyirlər, 2 ay bundan qabaq mən o şeyi eşitmişdim. Nə tər ki, tərtər işini 2 ay ondan qabaq kafelərdə, bazarlarda, çayxanalarda yaydılar ki, erməni falan yerə gəlib, erməni bu işi görüb, erməni belə eləyib, sonra da başladılar, bizim bağlamızı yığıb qırdılar və o vaxt tam dedi ki, bu mən də eşitmişdim, elə olubdu. Hamı səsini saldıqca burada nəsə var. Hətta bizim ailədə belə deyildi ki, dövlətin başı xarab olmuyor, deməli nəsə var ki, eləyiblər də. Təsəvvür edirsiniz, Qurban bəy, mənim şəxsən özüm də o niyyətdeydim ki, deməli kimlərsə mənim oğlum deyil. Hətta mən tanımırdım, mənim indi adım Uraldı. Elxan Ağazadə bədbaxtın ruhu şad olsun. Orada mənim baldızım deyəndə ki, oğlum obisi Emir adını çəkəndə dedim ki, elçinin adını heç kəsin yanında çəkmir. Siz görmədiyiniz bir valide görərsiniz ortalıqda. Allah'ın dostuna açıq deyəcəm, baldızıma dedim ki, saçından tutarım, bir də qoymaram saçında. Elçinin adını heç kəsin yanında çəkmir. Mən sonra da Qurban bəy, bu işi görəndə getdim o bədbaxtın evlərində də, qəbrin üstündə özümü öldürdüm ki, bala, ruhundan üzr istəyirəm. Mən səni tanımamışam, elə bilirdim ki, siz xainəmişsiniz. Mənim oğlum da günahsız yerə gedib, yəni öldürülübdür. Təsəvvür edirsiniz, bunlar hansı oyunu törətdilər. Çünki ətrafı o qədər doldurmuşdular ki, hər yerdə şayələr yayılmışdı ki, erməni işləyən var, erməni buradan keçdi, oradan keçdi. Neysə, Qurban bəy, bilirsiniz bugün bunun Xanlar Vəliyevə İlhamın tərtib eləməsi, özdə hansı tərtibi? Vətənə xidmətə görə tərtib. Və bu hərbi cinayətkarı, bu xalq düşmənini, ordunu məhv eləyənə vətənə xidmətə görə orderin verir. Nəyə görə verir? Çünki özü əmr vermişdi. Onun əmrini düzgün dediyi kimi nə cür istəmişdi, o cür yerinə getiribdi. Ona görə də tərtib edir. Burada ayrı bir şey var mı? Yadınızdadır mı Qurban bəy? Azərreferendum təzə başlayanda bizim qrupda nələr baş verdi? Baş prokurora Yeşixana deməyin, İlham Əliyevin şəklini ora qoymağın üstündə bizim ən çox ətrafımız niyə dağıtdılar, parçaladılar? Belə bir şeylərlə inanırdı. Amma bu günləri buradan deyirəm, o sizə inanan bir nəfər qalmıyor. Tək bir nəfər qalmıyor. Hər bir kəs, indi siz vaxt aldınız ki, baxın, məhkəməni keçirtmirsiniz, təxirə salırsınız, 3 ayda müraciət şəhidliyə görə bütün sənədlər əlimizdə olmamana baxmayaraq. Mən yenə də sizdən ummuram onu. Sizin verdiyin şəhidlər də mənə bir məzərli gəlir. Çünki mənim oğlum haqq eləyir onu. Amma sizin əlinizdən mən onu da istəmirəm. Sizin hər birinizdən irgəmirəm mən. Verəcəyiniz hər bir şeydən. Çünki sizin əməlləriniz onu deyir. Sizin kim olduğunuzu ortaya qoydunuz. Mənim oğlum Allah yanında şəhiddir. Şəhid arzuladı və arzusuna çatdı. Düzdür, mənə çox ağır oldu. Mən yenə deyirəm, buradan var olsun
Bərəstun bəy, Qurban bəy başda olmaqla Azərfiridun ailəsi, indi sonradan yanımızda olan çox insanlar var, amma əvvəlindən deyirəm mən, görsə İlham qardaşım belə adını çəkmirəm. Nəyə görə dedim ki, mən ikinci həyatı yaşayıram. Əslində 2 il bundan qabaq məhv olmuş, tək mən deyil, amma mən tamamilə məhv olmuş bir insanı siz yenidən doğdunuz, yenidən həyata gətirdiniz. Və bütün dünyaya car çəkdiniz ki, sizlərin hesabına, hər cürə hesabına. Qurban bəy, bəlkə də bilməyənlər varsa, mən deyəcəm, bunu nəyə görə deyirəm, sizə axtarış verir. Əslində, hər kəs dünyada görür ki, kim axtarılmalıdır? Kamran Əliyev. Cinayətkar sənsən, terrorçu sənsən, qatil sənsən. Qatilləri müdafiə edirsənsə, qatil sənsən. Mən demirəm, İmini adamı öldürmüsən. Amma müdafiə edirsiniz Xanlar Vəliyevi, Teymur Məmmədov, bu gün də içərdə deyilsən. Sizsiniz. Yadınızdadır mı? Dediniz, ora çıxırsınız, bura çıxırsınız. Kamran Əliyev. Nə dedim mən? Və yaxud da ki, müşfiq idi deyəsən, baş polislər arası biz apardar, o valideynlə hər bir yerdə olan vaxtı, Azərfiridundan qabaq. Ora çıxırsınız, bura çıxırsınız. Nə dedik sizə? Çağırın Qaz-TV-ni, çağırın Xəzər TV-ni, ATV-ni, haran istəyirsiniz, çağırın. Prezident demir, siqnal verin. Mən necə çağırım? Ya məni götürün, aparım, heç bir kanala çıxmayacağım. Prezidentin yanına. Sən bütün özünün də idarə elədiyin, özünün əmr eləyib, əmrinə tabi olanların hər birini dilini tərtər işləyən kökündən kəsmişsən. Onların bizim heç birimizin qarşısına çıxıb söz deməyə dilləri yoxdur. Tərtər faciəsi ilə o acımasız, o qatil, o cür o faciəni ki, törətdi. İçimizdə törətdi bu faciəni. Xocalını ermənilər törətmişdi, Ruslar törətmişdi. Ad buydu ki, düşməndir. Deməli ilə düşməni yekətsəriyim, sən ocaq başındaydınız. Siz cavab verə bilərsiniz. Biriniz indiyənə kimi bu neçə ildə mənə çağırıb deyə bildinizmi? Kamran Əliyev, sən dedin, dedim, mən səni tanımıram ki, sənin şəxsi ədavətin yoxdur ki, bir respublikanın baş prokuroru kimi vəzifəni icra elə. Hansı vəzifəni icra elədi? Neynədir? Mən niyə buradayım yenə? Niyə danışıram? Kamran Əliyev, niyə danışıram? Səbəb nədir? İçində qaçmışdınız axı siz. Vaxt qazana nə üçün vaxt qazanırdınız? Vaxt qazanırdınız ki, hansı yolunasa barvadı şantaj eləyək, barvadı nə bilim, dilindən bir kəlmə söz alaq. Siz nələrdən keçməzsiniz? 10-15 dəfə sadat eləm vaxt gedərək buradan. Yeni deyirəm, Allahdan qorxmadınız. Nə inirsiniz eləyin? Artıq dünya bilir ki, siz kimsiniz. Qurban bəy, mənim onlardan heç bir umacağım yoxdur. Əvvəllər yadınızdadır mı? Derdim, yox, sözünüz kəsin, ürəyim çatlayıb söz deməsə, belə ürəyim yerindən çıxır. Yəqin umacaq yerim varmış, inanmırmışam, gəlirdim yol arasında qalırdım ki, yox, ola bilməz. Bir hökmüdar, belə qısası deyək, istəməz ki, öz xalqına qarşı belə bir adı qazanmaq istəməz. O bilir ki, həyatda heç kəs ömrü deyil. O dədəsi ömrü olmadı, gözdə ömrü yox. Mənim valideynlərim ömrü olmadı ki, mən də ömrü yoxam. Bu həyatdan heç kəs işini aparmır. Qurban bəy, mən sizin vaxtınızı alsam da bir haşiyə çıxacam, qısa deyəcəm. Bir hökmüran yazır, bir məktub yazır. Mən öləndə açarsan bunu, bir də deyək ki, dəfn edib qaydandan sonra açarsan, 2 məktub qoyur. Öləndən sonra oğlu açır ki, dünyanın fəth eləmiş bir hökmüdar, açır ki, deyir ki, bircə tay corab aparım. Qoyma molla ayağına çıxartırır, bir tay corabla məni bastırın. Bu mollaya deyir ki, bəs mənim atamın vəsiyyətidir, bu dünyanın hökmüdarı deyir ki, Quranın qaydası var, bizim qanun olmaz, mən icazə verməyibdi, corabı ayağına çıxardıbdı. Qayıdıb gələndə ikinci məktubu deyib açarsan, açıq görür, deyir ki, oğlum, bir tay corabı apara bilmədim özümdən. Bir tay corab apara bilmədim. Çalış ki, bəli, İlham Əliyev, sənə də aiddir bu. İstəyirsən dünyanı satın al. Bircə tay corab alıb özünlə apara bilməyirsən, bir tay corab ayağında apara bilməyirsən. Bu həyatın qanunudur bu. Nə tər dünyaya gəlmirsən, o cürdə gedəsən. Aç qulaqları, o kar qulaqlarını aç, eşit. Özünü azca bu neçə ildə karlığa, körluğa, lallığa qoydu. Və axtan sinsiz işlərini gördü. Bu gün isə Xanlar Vəliyev o qatilə, adını deməyə də adam istəmir. O cinayətkara, o faşistə vətənə görə oldu. Hansı vətənə xidmət edib? Xanlar Vəliyev gələnə, baxın, görün bu xalqa hansı divanı tutubdur? 2007-ci ildən bugünkü günə görə. Divan tutduğuna görə mi verdin o orderi ona? Cavabınız yoxdur. Sadəcə cavabın o qatilləri, onların babası olduğunu təsdiqləyə, hər birini vəzifəyə qoya, cavabın o da altdan sinsi. Allah ölməmişlərin heç
rəhmət eləməsin deyim sənə. Heç nə para bilmirsən bu dünyada. Qurban bəy, deyəcəyim oydu ki, mən heç pis də olmadım. Çünki uman yerim çoxsunun, amma bunun bu hərəkəti ilə çoxsunun sözün tamamilə kəsdi. Yadınızdadır mənim oğlumu Bərdə polisləri rəis ilə mavini aparanda oğluma demişdi ki, dövlət bilir nə var, tutacaqlar da cinayətkarları. Niyə tələsirim amma? Hər şeyin bir vaxtı var. Görəsiz dövlət nə edəcək? Gördük dövlət nə edir. Baxdıq. Yadınıza gəlir də Validə xanım, Zərərçəmişlərdən 2-3 nəfər məni söyüb təhqir edirdilər, məni hədəliydilər. Məni hətta öldürəcəkləri ilə hədəliydi. Bu ərəb şey vardı, Ruslan Bərdəli, o Məmmədov. Səni öldürəcəyəm, ya asacağım, kəsəcəyəm. Ki, sən niyə prezidentə, baş prokuror Danabaş deyirsən? Ki, bunlar, ay. Nəhayət ki, İlham Əliyevin əsl siması açıldı. Mehriban Əliyevanın Paşayevanın əsl siması açıldı. Azərbaycan xalqı nəhayət dərk eləməlidir, bilməlidir kim kimdir, vəssalam.